Salam dəyərli izləyicilərim. Hər birinizi xoş gördük. Bugün 23-29 mart tarixlərini əhatə edən proqnozla qarşınızdayım. Bu həftə sanki təbiətin oyandığı kimi bizim də bəzi gizli qalan tərəflərimiz oyanacaq. Kimimiz illərdir yığılan borclarını bağlayacaq. Kimimiz isə ailə daxilində gizli qalan sirlərin açılması ilə üzləşəcək. Bu videoda hər bürc üçün təhsil, karyera, sevgi, ailə və sağlamlıq mövzularını elə dərin analiz edəcəyik ki, videonu bitirəndə artıq qarşıdakı 7 günün hər dəqiqəsinə hazır olacaqsınız. Çox uzatmadan başlayaq. Amma əvvəlcə kiçik, lakin vacib bir xatırlatmam var. Mən bu məlumatları sizin üçün ulduzların tozundan süzüb gətirirəm. Əgər bu enerjinin sizə daha çox fayda verməsini istəyirsinizsə, aşağıdakı abunə ol düyməsini sıxaraq bizim böyük ailəmizə qoşulun. Unutmayın, burada təsadüfi izləyici yoxdur. Burada seçilmiş insanlar var. Qoç. Qoçlar, bu həftə sizin üçün yenidən doğuş həftəsidir. Enerjiniz o qədər yüksəkdir ki, ətrafınızdakı insanlar sizdən çəkinə bilər. İş yerində artıq mən də varam deməyin vaxtıdır. 24 martda rəhbərliklə aranızda olan soyuqluq aradan qalxacaq. Yeni bir təklif gələ bilər, amma dərhal hə deməyin. Şərtləri ağırlaşdırın. Siz buna layiqsiniz. Tələbə qoçları üçün imtahan stresi bitir. Fokuslanma qabiliyyətiniz artır. Xüsusilə çətinlik çəkdiyiniz o bir fən var, ha. Bax, o mövzunu bu həftə tam qavrayacaqsınız. Valideynlərinizlə olan köhnə bir anlaşılmazlıq yenidən gündəmə gələ bilər. Sərt olmayın, sadəcə dinləyin. Tənha qoçlar üçün gözlənilməz bir zəng və ya mesaj var. Keçmişdən gələn bu insan sizi biraz çaşdıra bilər. Evlilər isə həyat yoldaşına daha çox vaxt ayırmalıdır. Yoxsa kiçik qısqanclıq krizləri qaçılmazdır. Miqren və göz ağrılarına diqqət. Ekran qarşısında çox vaxt keçirməyin. Buğa. Buğalar üçün bu həftə pulun qoxusu gəlir. Maddi məsələlərdə çox şanslı bir dövrdür. Uzun müddətdir gözlədiyiniz o məvacib artımı və ya mükafat məhz bu həftə reallaşa bilər. Şəxsi biznesi olanlar yeni bir müştəri kütləsi qazanacaq. Təhsildə durğunluq dövrü bitir. Yeni bir dil kursuna və ya ixtisas artırma proqramına yazılmaq üçün mükəmməl zamandır. Evinizdə bolluq və bərəkət artır. Ola bilsin ki, evinizə yeni bir əşya alacaqsınız və ya evinizi yeniləmək qərarına gələcəksiniz. Sevdiyiniz insanla münasibətlərdə tam bir stabillik var. Həftə sonu romantik bir şam yeməyi münasibətinizi daha da isidəcək. Boğaz nahiyənizi qoruyun. Səsiniz tutula bilər. İlıq bitki çayları dostunuz olsun. Əkizlər. Əkizlər, bu həftə sizin diliniz zəhər də ola bilər, bal da. Sözlərinizə diqqət etməli olduğunuz bir həftədir. Çoxlu görüşlər, danışıqlar və telefon zəngləri sizi yora bilər. Amma bu yorğunluğun sonunda böyük bir müqavilə dayanır. Eyni anda bir neçə işi görməyə çalışmayın. Dərslərinizdə prioritetləri müəyyən edin. Bacı qardaşlarla olan münasibətlərdə bəzi gizli məqamlar üzə çıxa bilər. Dürüstlük ən yaxşı yoldur. Eyni anda bir neçə nəfərin diqqət mərkəzindəsiz. Seçim etmək çətindir, amma ürəyinizin səsinə qulaq asın. Sinir sisteminiz gərilə bilər. Yatmazdan əvvəl meditasiya və ya kitab oxumaq sizə çox yaxşı gələcək. Dostlar, İndi isə sizə bir sualım var. Həyatınızda elə bir an olubmu ki, kimsə sizin haqqınızda çox pis danışıb, amma sonra sizin haqqınızda yanıldığını anlayıb üzr istəyib. O anı necə xatırlayırsınız? Şərhlərdə yazın. Hər birini oxuyacağam. Xərçəng.
Xərçəngləri bu həftə evdə saxlamaq mümkün olmayacaq. Daxili bir səyahət və ya uzaq bir yol görünür. İşdə biraz yorğunluğunuzu hiss edə bilərsiniz. Amma ruhdan düşməyin. 27 martda alacağınız bir xəbər sizə ikinci nəfəs verəcək. Təhsildə isə yarımçıq qalmış diplom işləri və ya layihələr üçün ideal həftədir. Masaya oturun və bitirin. Valideynlərinizdən birinin köməyinə ehtiyacı ola bilər. Maddi və ya mənəvi olaraq onlara dəstək olacaqsınız. Keçmiş sevgilinizdən gələn darıxmışam mesajına hazır olun, amma ehtiyatlı olun. Həmin quyuya ikinci dəfə düşmək istəyirsinizmi? Mədə həssaslığınız var. Çöl yeməklərindən, küçədə yeməkdən çəkinin. Şir. Şirlər bu həftə kral və ya kraliçə olduğunu hər kəsə sübut edəcək. Yeni bir vəzifə və ya məsuliyyət sizi gözləyir. Bu, gələcəkdə böyük bir karyera sıçrayışı üçün pilləkəndir. Yarışmalarda və ya debatlarda qalib gəlmək şansınız 100%-dir. Özgüvəniniz sizi zirvəyə daşıyacaq. Evdə kiçik bir qonaqlıq və ya bayram havası ola bilər. Sevincli xəbərləri ailə ilə bölüşəcəksiniz. Münasibətlərdə mən yox, biz deməyi öyrənməlisiniz. Partnyorunuza kiçik bir sürpriz edin. Bu, bütün problemləri həll edəcək. Ürək döyüntülərinə və təzyiqə diqqət. Çox kofe içməkdən qaçın. Qız. Qızlar üçün təmizlik həftəsidir. Həm evdə, həm də ətrafdakı insanlarda. Sizi aşağı çəkən həmkarlarınızdan uzaqlaşacaqsınız. İşinizdəki xırda detallar sizi uğura aparacaq. Analitik düşüncəniz sayəsində ən çətin məsələləri belə asanlıqla həll edəcəksiniz. Evdə olan hər hansı bir xarab əşyanı təmir etmək və ya köhnə geyimləri paylamaq sizə mənəvi rahatlıq verəcək. Subay qızlar üçün iş mühitində yeni bir maraqlı şəxs görünür. Ciddi bir münasibət başlaya bilər. İmmun sisteminiz biraz zəifləyə bilər. Bol vitaminli qidalara və meyvələrə üstünlük verin. Videonun yarısına çatdıq. İndi isə sizə çox maraqlı bir sualım var. Həyatınızda heç elə bir an olubmu ki, bir hadisənin baş verəcəyini əvvəlcədən hiss etmisiniz və o eyni ilə baş verib. Sizin intuisiyanız nə dərəcədə güclüdür? Şərhlərdə möcüzələrinizi yazın. Tərəzi. Tərəzilər, bu həftə balans axtarışınız nəhayət öz bəhrəsini verəcək. Ortaqda işlərdə gəlir artımı var. Əgər tərəf müqabilinizlə probleminiz varsa, çərşənbə axşamı bu düyünü açmaq üçün ən yaxşı gündür. İncəsənət və ya hüquq sahəsində oxuyanlar üçün uğur dolu həftədir. Bir layihəniz mükafat ala bilər. Ailənizdə sülh hakim olacaq. Uzun müddətdir görmədiyiniz bir qohumunuz sizi ziyarət edə bilər. Sevgidə isə romantika havada uçur. Sevdiyiniz insanla olan bağlarınız daha da möhkəmlənir. Subaylar üçün sosial şəbəkələrdən gələn bir mesaj hər şeyi dəyişə bilər. Bel ağrılarına diqqət. Çox ağır əşyalar qaldırmayın və duruşunuza fikir verin. Əqrəb. Əqrəblər, bu həftə sizin üçün sir pərdələrinin açılacağı bir dövrdür. İş yerində arxanızca danışan insanlar üzə çıxacaq. Amma siz səssiz qalaraq onları öz quyusuna salacaqsınız. Maliyyə baxımından 28 mart çox düşərlidir. Araşdırma tələb edən mövzularda çox uğurlusuz. Heç kimin tapa bilmədiyi məlumatları tapacaqsınız. Ailə sirlərindən biri açılsa təəccüblənməyin. Soyuqqanlığınızı qoruyun. Sevgi münasibətlərində isə partnyorunuza tam güvənmədən ittiham etməyin.
Reproduktiv sistem və infeksiyalara qarşı diqqətli olun. Gigiyenaya önəm verin. Oxatan. Oxatanlar, çantanızı hazırlayın. Səyahət və yeni üfüqlər görünür. Xaricdən gələn təkliflər və ya uzaq şəhərlərlə olan işbirliyi sizə böyük pullar qazandıra bilər. Risk etməkdən qorxmayın. Akademik fəaliyyətlərdə yüksəliş var. Master və ya doktorantura planlarınız varsa, indi hərəkətə keçin. Evdəki gərginlik səyahətlə aradan qalxacaq. Ailə ilə birlikdə harasa getmək ruhunuzu təzələyəcək. Azadlıq eşqiniz biraz artsa da, partnyorunuz sizi anlamağa çalışacaq. Subaylar üçün fərqli mədəniyyətdən olan biri ilə tanışlıq şansı var. Bud və omba nahiyəsində ağrılar ola bilər. İdman edərkən ehtiyatlı olun. Oğlaq. Oğlaqlar, bu həftə hər şey qaydasına qoyursunuz. Disiplin sizin ikinci adınızdır. Rəsmi dairələrlə olan sənəd işləriniz müsbət həll olunacaq. Karyeranızda artıq daha möhkəm təməllər üzərindəsiz. Çətin imtahanlar və ya sınaqlar sizi qorxutmasın. Bilikləriniz kifayət qədər dərindir. Evdə qayda qanun yaradacaqsınız. Ailə üzvlərinə qarşı biraz daha yumşaq olmağa çalışın. Münasibətlərdə ciddiyyət artır. Evlilik təklifi və ya nişan kimi qərarlar verilə bilər. Diş sağlamlığına fikir verin. Kalsium tərkibli qidalar qəbul edin və diş həkiminə getməyi gecikdirməyin. Dolça. Dolçalar, bu həftə gələcəkdən gələn bir elçi kimidir. İdeyalarınız hər kəsi şoka salacaq. Texnoloji layihələr və ya sosial media üzərindən görülən işlər bu həftə partlayış edəcək. Gəlirləriniz kəskin arta bilər. Müasir elmlər və innovasiyalarla maraqlananlar üçün əla vaxtdır. Dostlarınız ailə üzvlərindən daha çox yanınızda ola bilər. Ailə daxilində azadlıq mövzusu müzakirə oluna bilər. Qeyri-adi bir tanışlıq sizi gözləyir. Heç vaxt mən belə biri ilə olmazdım dediyiniz insanla aranızda qığılcım yarana bilər. Ayaq biləkləri və varikoz damarlara diqqət. Uzun müddət ayaq üstə qalmayın. Balıqlar. Balıqlar, bu həftə sizin üçün sehirli bir dövrdür. Arzularınızın reallaşdığını görəcəksiniz. İntuisiyanız sizə kimə güvənməli olduğunuzu deyəcək. Gizli bir gəlir mənbəyi ortaya çıxa bilər. Yaradıcılıq işləriniz bəyəniləcək. Evdə bir növ mənəvi təmizlik, bəlkə də dini və ya mənəvi ayinlər etmək istəyəcəksiniz. Hüzur tapacaqsınız. Sevdiyiniz insanla ruhsal bir bağ qurursunuz. Tənhalar üçün isə talih qisməti dediyimiz o insan qarşınıza çıxa bilər. Gözlərinizi dörd açın. Ayaqlarınızda şişkinlik və ya yorğunluq ola bilər. Axşamlar duzlu su vannası edin. Bəli, əziz izləyicilərim, 23-29 mart tarixlərinin kosmik mənzərəsi belə idi. Gördüyünüz kimi bizi çox rəngarəng, həyəcanlı və bir o qədər də məsuliyyətli bir həftə gözləyir. Unutmayın ki, ulduzlar bizə sadəcə işıq tutur. O yolda addımlayan isə siz özünüzsüz. Hər birinizə uğur dolu, sevgi dolu bir həftə arzulayıram. Videonu bəyəndinizsə, mütləq bəyən düyməsinə basın və öz bürcünüzü şərhlərdə qeyd edin. Sizin fikirləriniz mənim üçün çox dəyərlidir. Gələn görüşlərədək ulduzunuz həmişə parlasın.